Allahdan doğrultmağa gəldi. Niyə üçün? Yəni Allahdan qorxmağı doğrultmaq deyirik. Çünki insanlar Allahdan qorxmaqda müxtəlif cürdürlər. Hamı iddia edir ki, mən Allahdan qorxuram. Ona görə İbn Cüzey Rahmanullah gözəl bölür Allahdan qorxanları. Yəni, buna diqqət eləyin. Birinci deyir, o insanlar ki, yəni onların qəlbində Allah qorxu zəifdir. Qəlbdə olub, nə batin, nə də zahirə təsir edir, onun mövcudluğu mövcud olmaması kimidir. Hamı deyir ki, ya, mən Allahdan qorxuram, amma nə namaz qılır, nə oruç tutur, nə filan günahdan çəkir. Hanı bəs Allahdan qorxur? Deyir, onun mövcudluğu mövcud olmaması kimi. Gör, nə dərəcədə zəifdir. Nə dərəcədə zəifdir ki, təsirimizə çıxmır. İkinci, güclü olması. Qulu qəflətdən oyadıb doğru yol üzərində sabit qalmasına yönəldir. Ona görə təqvada yadınızdadırsa, təqvanın səmərəsi nədir? Səni sağa sola çıxmaqdan qoruyur. Sevgi ilə ümid səni, sevgi qabağa aparır, ümid arxaya getməyə qoymur. Təqva da dedik nədir? Sağa sola çıxmağa qoymur səni. Əyri yollara getməyə qoymur təqva. Ona görə deyir ki, İbn Cüzey Rahman, güclü olması odur ki, qulu qəflətdən oyadır. Qəflətdən oyadır və doğru yol üzərində sabit qalmasına, düz istiqamətdə getməsinə yardım edir. Üçüncü, həddindən artıq olub, ümidsizliyə düşməsi. Yəni, bir insan o qədər qorxur ki, Allah məni bağışlamayacaq, qəbr əzabı var, cəhənnəm əzabı var, mən necə qurtulacam onlardan? Təmiz ümidsizliyə düşür və məsələn, doğru dildə el arasında yayılmış sözdür ki, məndən adam olmayacaq, məndən adam olmaz və s. kimi cümlələrlə şeytan onu neyinir, ümidsizliyə sağır. Və bu da deyir, haramdır, hər bir işin xeyirlisi, yəni onun ortalandır. Sonra yenə davam edir, biraz da dərinliyə gedək, deyir, insanlar qorxuda 3 məqamdadırlar. Deyək ki, dərəcədir insanların dərəcəsi. Zəif olması, güclü olması, bir də həddindən artıq olması. Dedik, hansıdır? Güclü olması lazımdır. Zəiflə həddindən artıq olması isə nədir? Yəni, günahda insan fayda verir. İndi insanlar deyir, 3 məqamdadır qorxuda. Birincisi, ümumi günahlardan qorxmaq. Ümumi günahlardan qorxmaq. İkincisi, xüsusən pis sonluqdan qorxmaq. Üçüncüsü, daha xüsusi olaraq onunla cənnət arasında bir dirsək qədər məsafə qaldıqda kitabı onu qabaqlayıb cəhənnəm əməlini edib cəhənnəmə daxil olmasından qorxmaq.